Təsəvvür edin, telefonunuza bir bildiriş gəlir. Nə xəritə var, nə qrafik var, nə də zərərin miqyası barədə hər hansı bir detal. Aha, sadəcə qısa bir mətn. Düzdür, sadəcə yanıb sönən qırmızı işıq kimi qısa, sərt bir cümlə. Türkiyədə ardıcıl 2 zəlzələ oldu. Vəssalam. Başqa heç nə. Bəli. Və niyə belə qısa, quru məlumat beynimizdəki bütün həyəcan siqnallarını eyni anda işə salır? Gəlin bu dərin müzakirəmizdə bunu aydınlaşdıraq. Çünki informasiya axınında bəzən ən çox diqqət tələb edən, qavrayışımızı dərhal dəyişən xəbərlər məhz belə tək cümləlik bildirişlər olur. Tamamilə razıyam. Bizim bugünkü təhlilimizin də əsas məqsədi budur ki, o qısa mətnin içindəki bircə açar sözün beynimizin təhlükəni necə emal etdiyini, necə anında dəyişdiyini anlayaq. Burada məsələ nəyin yazılmadığı deyil. Mənim bütün idrak yükü, belə deyək, məhz ardıcıl sözünün üzərinə düşür. Amma bir dəqiqə gözləyin, əgər mənə desələr ki, məsələn, yüksək bal gücündə paytaxtda zəlzələ oldu. Bu da kifayət qədər qorxuludur axı. Niyə məhz ardıcıl 2 olması bizi daha çox şoka salır? Çünki bu, sadəcə riyazi olaraq 2-dən olduğuna görədir. Yoxsa burada başqa bir səbəb var. Domino daşlarını düşünün. Birinci daş yıxılanda siz hələ şoku yaşayırsınız. Beyniniz vəziyyəti anlamağa, nə baş verdi sualına cavab tapmağa çalışır. Və siz hələ ayağa qalxmamış, heç gözləmədiyiniz halda ikincisi dalbadal yıxılır. Düzdür. Bu artıq 2 fərqli hadisədən daha çox, beynin o şoku ard-arda emal edə bilməməsinə bənzəyir. Məhz elə o idrak və emal prosesinin pozulması hər şeyi dəyişir. Aha. İnsan beyni təbii fəlakətləri müəyyən bir ssenari üzrə qəbul etməyə proqramlaşıb. Bizim daxili təhlükəsizlik modelimizə görə fəlakət baş verir, pik həddə çatır, bitir və ondan sonra xilas etmə prosesi başlayır. Biz bilirik ki, bu bitəcək, o tək böyük zərbəyə dözməyə hazırıq. Bəli, lakin ardıcıl sözü bu ssenarini darmadağın edir. Necə yəni? Fəlakətin bitmədiyini, qavrayışımızın hələ də aktiv və təhlükəli bir xaosun içində olduğunu göstərir. Beynimiz birinci şokdan sonra o təhlükə sovuşduğu artıq xilas etməyə başlamaq olar nevroloji siqnalını verməyə hazırlaşarkən, ikinci zərbə bu siqnalı amansızcasına məhv edir. Vay, bu həqiqətən qorxuncdur. Ardıcıl sözü bizə zəlzələnin gücünü deyil, təbiətin oyun qaydalarının dəyişdiyini deyir. Tam olaraq belədir. Bütün kognitiv gözləntilərimiz alt-üst olur. Bəs bu xırda detal dinləyici olaraq sizin üçün niyə önəmlidir? Çünki biz hər gün səhərdən axşamadək fasiləsiz informasiya bombardamanına məruz qalırıq. Hər yerdən bildirişlər gəlir. Bəli. Və gündəlik həyatımızda belə qısa, lakin təkrarlanan həyəcan siqnalları bizim informasiyanı dərhal dərk etmə, təhlükəni sıradan olandan ayırma bacarığımızı sınayır. Bizim üçün ən çətini təhlükənin nə zaman bitdiyini bilməməkdir. Və əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, xəbər başlıqlarında istifadə olunan, tək bir sözün seçiminin kütlənin psixoloji reaksiyasını necə idarə etdiyini aydın görərik. Düzdür. Sadəcə bir sifətin zaman bildirən tək bir ifadənin əlavə olunması oxucuda tamamilə fərqli bir empatiya və təciliyyət hissi yaradır. Bəzən yüzlərlə səhifəlik qrafik və dərin analiz insana o qədər təsir etmir. Bəli, insan beyninə o sadə təhlükə hələ də davam edir siqnalı qədər güclü təsir edə bilməz. Sözlərin necə işlədiyini, beynimizə necə kodlandığını görmək həqiqətən heyrətamizdir. Və bu da bizi sonda çox vacib, düşündürücü bir sualla baş-başa buraxır. Aha. Təsəvvür edin, siz o qısa xəbəri oxuduğunuz ilk saniyələrdəsiniz. Nə bir dağıntı, nə magnituda, nə də dəqiq yer barədə heç bir məlumatınız yoxdur. Heç nə bilmirsiniz hələ. Bəli, amma təbiətin ən qorxulu hadisələrindən birinin ardıcıl baş verdiyini əmin olduğumuz o fəlakət baş verir və bitir, reallığının dəyişdiyini eşitmək, sizin şəxsi təhlükəsizlik və gözlənilməzlik hissinizi dərhal necə dəyişir? Maraqlı sualdır. O ilk düşən domino daşından sonra kainatın dərhal yenidən sarsıldığını bilmək, dünyanı qavrayışımıza necə təsir edir? Növbəti dəfə, belə deyək, belə bir qısa xəbər oxuyanda
beyninizin o sürətli xəbərdarlıq sisteminə mütləq diqqət yetirin. Bunun üzərində düşünməyə həqiqətən dəyər.